hansı əvəzliklərdə vergül olur? O-da və bu-da. Bu bilirik ki, bu işarə əvəzliyidir. Onsuz da işarə əvəzliyidir. Bayaqları öyrəndik ki, o, bu, elə belə həmin əvəzlikdir, işarə əvəzliyi. Bu işarə əvəzliyidir. O isə həm işarə var, həm şəxs var. O, şəxs əvəzliyi olsa vergül qoyulacaq. İndi mən bunun nə olduğunu deyəcəm. Birinci belə deyim, o, bu sifətin yerində işlənsə vergül olmayacaq. Məsələn, deyirəm ki, o qız oxumur. Və yaxud deyirəm ki, bu kitab maraqlıdır. Baxın, o qız oxumur. Hansı qız? Hansı sualına cavab verdi mi? Vergül olmayacaq. Vergül yoxdur. Bu kitab maraqlıdır. Hansı kitab? Necə, nə cür hansı? Yəni, sifətin yerində işlənsə heç vaxt vergül olmayacaq. Daha burada baxmayacaqsınız. Özündən sonra isim gəldi, sifət gəldi, nə gəldi, baxmayacaq. Necə, nə cür? Yəni, hansı sualına, işarə əvəzliyi, hansı sualına cavab versə vergül olmayacaq. Qısa və konkret. Yəni, təyin yerində işləndisə vergül olmayacaq. Bəs nə vaxt vergül olur? Vergül qoyma söhbəti kim nə sualına cavab verəndə vergül qoya bilərsiniz. Kim nə sualına cavab versə, biz o-budan sonra vergül qoya bilərik. Amma nə zaman? O, bu, hə, belə deyim, bu işarə əvəzliyidir. İşarə əvəzliyi həm ismin, həm sifətin yerində işlənirdi. O, şəxs əvəzliyi ilə işarə əvəzliyi necə fərqləndirdin bayaqları? Sualına görə, bəli, kim sualına, nə sualına cavab versə şəxs əvəzliyidir. Necə sualına cavab versə işarə əvəzliyidir. İndi mən də deyirəm ki, o, budan sonra vergül qoyularsa, vergül nə vaxt qoya bilərik? Kim nə sualına cavab versə. O, işarə əvəzliyidirsə, kim nə sualına cavab vermir axı? Demək, kim nə sualına cavab verən, o, şəxs əvəzliyidir, bu isə işarə əvəzliyidir. Bu, hər yerdə işarə əvəzliyidir. Kim nə sualına cavab versə də, necə sualına cavab versə də, bu, zaten işarə əvəzliyidir. O əvəzliyi, kim nə sualına cavab versə, şəxs əvəzliyidir. İndi söhbət də nədən gedir? Vergülün qoyulmasından. Vergül qoyulursa, o, şəxs əvəzliyində qoyula bilər. Bu, işarə əvəzliyində.